Nigar xanımın saçlarına 200 qram qaynaq etdik və bu da nəticəmiz. Həm keratin etdik, saçları zədəli idi. Dibdən aralı keratin və boyama etdik və kəsim etdik. Və istəyirəm ki, Nigar xanımdan fikirlərini soruşum ki, qaynaq haqqında fikirləriniz necədir? Çünki birinci dəfədir siz mənim yanımda olursunuz. Təşəkkür edirəm usta. Bəli, mən birinci dəfədir ümumiyyətlə sizin yanınızda yox, birinci dəfədir qaynaq Qaynaq edirəm mənim. və seçimim siz olmusunuz. İşiniz mükəmməldir, zərgər işi qədər gözəl. Çox məmnunam Çox sağ olun. saçlarımdan, təbii, yumşaq və Və keyfiyyətli. əsas odur ki, o birinci dəfə olsa belə, yəni heç Bəli. qaynaq təcrübəniz Yox, yoxdur da. yoxdur. Məsəl üçün biz götürürük, adətən deyirlər ki, qaynağı yığdıq, bizi incidir, görsənir Yox, heç və bir hissi istəyirəm yox. ki, zəhmət olmasa belə başınızı yana çevirəsiz. Heç arxadan da yəni Bəli, görsənmir. Yəni bəli. indi Heç boya bir hissi yox. etmişik, əlimlə də belə oynadıram, heç bir halda ağrıtmır. Və bunu demək istəyirəm ki, siz düzgün seçim etdiyiniz zaman həm yığım, həm Bəli. saç, yəni bu Gündəlik qaynaq, həyatımı bəli, heç bir heç dəyişiklik bir problem yaratmır sizə. yaratmadan çox Sadəcə gözəl. olaraq naşı iş sizi incidir. Qadınlarda travma qalır. Elə başa Bəli. düşürlər ki, qaynaq zərərlidir. Düzgün iş Yox. heç zaman zərərli deyil və Yox. nəticəsi göz qabağındadır. Seçilmiş təbii saçlar, onu da çox Bəli, təşəkkür bəli. edirəm sizə. Və görülmüşdür. Heç bir ağrı yoxdur, heç bir hiss yoxdur. Çox təşəkkür edirəm. Hər zaman Tamam, gözəlliklər arzulayıram. çox Xoş sağ oldu ki, olun. razı qaldınız. Minnətdarıq sizə. Sağ olun.